Hər kəsə salam. Bugün çox ləzzətli, restoranlardakı kimi dadlı sırnik reseptini sizinlə paylaşıram. 400 qram dənəvər kəsmik, 1 yumurtanın sarısı, 1 paket şəkərli vanilin və 5 yemək qaşığı şəkər tozu əlavə edib blenderlə əzirəm. Daha sonra 5 dolu yemək qaşığı un və 1 çimdik duz əlavə edib spatula ilə toparlayıram. Ələ yapışan kövrək qarışım alındı və dəzgaha un səpib kalbasa formasına gətirib dilimləyirəm. Ağzı geniş olan stəkan ilə forma verirəm. Sırnikləri unladığım mətbəx taxtasının üzərinə düzürəm və buzdolabında azca gözlədirəm. Kərə yağı ilə yağladığım tavada qapağı bağlı şəkildə hər iki üzünü qızardıram. Qapağı bağlı şəkildə içərisi daha yaxşı bişir. İstəyə görə üzərinə şəkər pudrası səpib süfrəyə qaymaq, bal, qatılaşdırılmış süd ilə servis edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənməyi və fikirlərinizi mənimlə bölüşməyi unutmayın.